Dostlar salam. Bugün hərbi xidmət və hərbi vəzifə haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi olan təhsili davam etdirmək üçün hərbi xidmətə möhlət verilməsi maddəsini nəzərinizə çatdıracağam. Başlayaq. Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi. Maddə 21.1. Mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi üzrə yalnız bir dəfə möhlət hüququ verilir. Bizə daha çox bakalavriat, magistratura, doktorantura və tibb təhsili alan tələbələr müraciət etdiyi üçün əsasən bunlar üzərində diqqətimizi cəmləyəcəyik. Maddə 21.1.4. Əyani təhsil alma formasında bakalavriatda təhsil alanlara müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla hərbi xidmətdən möhlət hüququ verilir. Maddə 21.1.5. Əyani təhsil alma formasında magistraturada təhsil alanlara müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla. Maddə 21.1.6. Əyani təhsil alma formasında əsas tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara təhsillərini bitirənədək. Maddə 21.1.7. Əyani təhsil alma formasında doktoranturada təhsil alanlara təhsillərini bitirənədək. Maddə 21.1.8. Doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə. 21.2. Müvafiq təhsil pilləsini bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir. 21.3. Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və ya quruma. Bizlərdə bu qurum, bu orqan hərbi komissarlıqlar olaraq nəzərdə tutulur. Təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.4. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş çağırışçılar verilmiş möhlətdən imtina etdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.5. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində təhsil ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.7. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 30 yaşa çatanədək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.8. Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlər arası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir. 21.9. Müvafiq təhsil pilləsini bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlər arası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat,
magistratura, doktorantura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir. Qeyd: Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla xarici ölkələrdə təhsil alan çağırışçıların təhsil almasını təsdiq edən sənədlər müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir. Sağ olun, sağlıqla qalın.